Salam əziz abituriyentlər, qaldığımız yerdən davam edirik. Kodiyara test toplusundan dəst 4-ə baxacağıq. Dəst 4. Bir n aralığında tək ədədlərin kvadratları hasilini və cüt ədədlərin kubları cəmini təyin edən alqoritmin blok sxemini deyir. Nədən qurum? Gəlirik. Yenə gəlirik bir n parçasında deyir. Bir n parçasında, ayın aralığında daha doğrusu tek ədədlərin kvadratlarının hasilini, və cüt ədədlərin kubları cəmini tapan proqram. Demək, neyinirik? Bir dövrümüz üçün n daxil edirik. Hasil və cəm üçün x bərabərdir 0, cəm üçün p bərabərdir 1, hasil üçün bir başlanğıc daxil edirik və burada bir də i yazırıq. I bərabərdir 1. Yəni 1-dən başlasın, n-ə kimi nə etsin? Dövr etsin və n-i almasın. I kiçikdir n. Sonra gəlirik həmin i-ni nədir? Tək ədədli, tək bir cüt olmağını yoxlayacaq. I faiz şöhrəsi 2 bərabərdirsə 0-a, onda deyir nə etsin? Onda tək cüt ədədlərin kubları cəmi. Hə, bir də yox. Və bu tərəf oldu cütlər, bu tərəf oldu təklər. Cütlərin kubları cəmini. S bərabərdir S plus I vurulmuş 3. I vurulmuş 3 kubları cəmini və təklərində kvadratları hasilini tapsın. P bərabərdir P vurma I vurulmuş 2. Və dövrümüz hər dəfə gəlsin, i-ni bir vahid artırsın. Və nə zaman ki yox deyirik, onda nə etsin? S-dən P-ni çox etsin. Keçək növbəti sualımıza. Daxil edilən natural ədədin A və B ədədləri, natural ədədi n A-ya və B-yə tam bölünərsə, hə, əks aldıysa yox ifadəsini çıxartsın. Sadə sualdır. Gəlirik. N bərabərdir int input ədədimizi daxil edirik. Sonra A və B-ni daxil edirik. A və B-ni daxil edirik. Və B-ni daxil edirik. Və deyirik ki, əgərləri
Verilen ədədimiz yana en a'ya tam bölünürsə ve verilen ədəd b'ye tam bölünürsə, onda print et nəyi? Bəli. Else çap etkinə yox. Tam 24, 4, 6. Gördüğünüz gibi 24 4'e de bölünür, 6'ya da bölünür. Mesela için 20, 24, 5, 2. Yok. Çünkü end var. Her iki taraf ne olmalıdır? Doğru olmalıdır. Keçirik növbəti sualımıza. Daxil edilən natural ədədin sadə və ya mürəkkəb olduğunu çap edən proqram. Sadə ədədlər bilirik ki, birə və özünə bölünən ədədlərdir. Mürəkkəb ədədlər daha 2-dən çox beyanı olan ədədlərdir. Yəni biz verilən ədədləri hər dəfə dövrlətdirdikcə böləcəyik. Əgər bölünənlərin sayı 2-dən çoxdursa, onda bu nədir? Mürəkkəb ədəd olacaq. Gələk bunu iki cür yazacağım sizin üçün. Bir deflə, bir də adi formada. En bərabərdir int input ədədimizi daxil etdik. Sonra gəlirik bir dənə dəyişən veririk, sıfırdan başlatsın. Cəmləmək üçün for in range 2-dən n-ə kimi dövr etsin. Sonra gəldik ki, həmin bu verilən ədədi hər dəfə bölü i-nin qiymətlərinə, yəni 2-yə, 3-ə, 4-ə və 5-ə n-ə qədər dövr edək ki, çatana qədər bərabərdirsə sıfıra, burada if yazmışım, əgərləri. Onda ne etsin? S bərabərdir S plus 1. Dövr bitəndən sonra gəlib deyirəm ki, əgərləri S bərabərsə sayı sıfırla qalıbsa, demək bu nədir? Sadədir. Print sadə. Sadə. Else print mürəkkəb. Çalışma proqramımızı baxalım. Tam 121 mürəkkəb. Çalıştırırıq 11 sadə. Çalıştırırıq 23 sadə. Bir belə yazdıq. Bir də bunu gəlin deflə yazaq. Ədədimizi daxil edirik. Import. Ədədimizi daxil edirik. Sonra ədədimizi gəldik. Əgərləri sadə bərabərdirsə false print sade. Else mürekkep print mürekkep olsun. Mürekkep olsun. Yani bu ne demektir? Gelecek bu sadeni götürecek. Sadeni götürecek. Bu gelecek defin yaz. Def sade
Sonra gelip deyirik for in range bayaqki kimi 2-dən n-ə kimi dövr eləsin, dövr etsin və gəlib desin ki, əgərləri n faiz 2 bərabərdirsə sıfıra, onda return qaytarsın nəyi? True. True. Boş bir vaxtda yəni true olsun, yəni ödənməyəndə isə gəlsin, return nəyə bərabər olsun? False-a bərabər olsun. Bunu da qaldırıb çalışdıraq. Görə problem. Çalışdırırıq. 121. Nədir? For in range. Həmən mənim öyrəşib hər dəfə n yazmağa. Burada x-dir. X. Burada x. 121 sade. 23 sade. Gördüğümüz gibi programımızda işledi. Subtrendlər 4-cü dərstimizə də baxdıq. Növbəti dərsimizdə görüşərik.